bizim evlərə gedirsən, mən indi nə qədər indi qonaq gedirik falan, belə çox yerdə oluruq da, çox evdə oluruq. O evlərin heç birində bir dənə kitabxana görmürsən. Halbuki baxırsan 2 mərtəbəli evdir, qəşəng tikib, nə qədər pul buraxıb o evə, amma o evin içində bir dənə kitabxana yoxdur. İndi mən fikirləşirəm ki, bu evin içində böyüyən uşaqlar var da. Bunlar məsəl üçün ən azından o evdə kitabxana olsa, düşünürəm ki, artıq onların tərbiyəsi, onların düşüncəsi gələcək daha başqa, daha fərqli olacaq. Bəlkə 1000 dənə evin, yəni təxmin olaraq deyirəm, 1000 dənə evin bəlkə də birində kitabxana var. Amma ged o evin 990-na bax, hamısında ən son model plazma televizor var. Halbuki heç mənim evimdə heç televizor da yoxdur ya. Məsələn, evə gələndə kimsə qonaq gəlir, deyir, televizor niyə yoxdur evdə? Amma televizor mənim nəyimə lazımdır? Lazım olan hər şeyi açıram, telefonda da baxa bilirəm də. Gəlir, indi düz o azalsa belə yenə də əlaqələr qalır, gedib gəlirik. Sənin evinə gələn kimsə evdə bir kitabxana görsə, ən azından bəlkə də ilk əvvəllər lağa qoysa da, sonradan artıq onda bir maraq yaranacaq və